İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Hükməli qəsəbəsində Scandens Pharmaceutical Industries Ltd MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Əsənov dövlət başçısına müəssisə barədə məlumat veriblər. Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allergologiya və gastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb. Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edilib. Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xam maldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən, rəqabətə qabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək. Müəssisə eyni zamanda əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. Scandens Pharmaceutical Industries Ltd MMC Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və Panon Pharma şirkəti əsasında arasında imzalanmış 4 tərəfli memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisaslar üzrə qısa və uzun müddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev müəssisəni işə salıb. Müəssisənin damında ümumi gücü 450 kilovat saat olan 710 ədəd günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40% bu panellər vasitəsilə ödəniləcək.